Salam. Bugün sizinlə alkenlər və alkalinlər bölməsinin ətraflı yazılı cavab tələb olunan tapşırıqlarını işləyəcəyik. Əvvəlcə həmin alkeni yazmağa çalışaq. Alken dediyi üçün 2 dənə karbon çəkib 2 qat rabitəni yazırıq. Optiki aktiv dediyi üçün asimetrik karbon atomu çəkməyə çalışaq. Asimetrik karbon o karbona deyilir ki, 4 valentinin hər biri ilə fərqli atomlar və ya radikalla birləşmiş olsun. Məsələn, bu karbonu asimetrik etmək üçün bir dənə radikalı artıq var. Biz buna vinil deyirik. Bir valenti ilə hidrogenə, bir valenti ilə metilə və digər valenti ilə də hər hansı bir radikala birləşməlidir. Və minimum sayda karbonu olması üçün çalışmalıyıq ki, həmin alken radikalda da karbon sayı az sayda olsun. Metil yaza bilməliyik, çünki metil artıq var. Eyni radikal olmamalıdır, fərqli radikal olmalıdır. Ona görə biz etil yazacağıq. Soruşur ki, alkende sp3 hibrid orbitallarının sayını. Biz bilirik ki, 2 qat rabitəli karbonların hər biri sp2'dir. Yerdə qalan neçə karbon varsa hamısı sp3'dür. Burada da 4 dənə karbon olduğuna görə sp3 vəziyyətində. Və həmin orbitalların sayını soruşduğuna görə 4 vur 4, yəni 16 dənə sp3 hibrid orbitalları var. Birinci cavabımız 16. Və ikili karbonların sayı. İkili karbon 2 karbonla birləşmiş karbona deyilir. Göstərilən CH2 və CH ikili karbondur. Yəni 2 dənə də ikili karbonu var. İkinci sual. Alken. Alken dediyinə görə hər hansı bir alken olduğu üçün biz ümumi formunu yazırıq. Tam hidrogenləşməsinə sərf olunan hidrogen. Biz bilirik ki, alkenlər 1 mol hidrogen birləşdirir. Alkenin kütləsi 11,2 qram verilib. Yəni 11,2 qramı 0,4 qram hidrogen birləşdirir. Aşağıdan da emerini yazırıq. 14 N isə 2 qram birləşdirir. Buradan N'i hesablasaq edəcək. Demək 56-ını da 14'ə bölsək edir 4. Demək 4 dənə karbon var bizim alkende. Soruşur ki, alken molekulunda sigma rabitənin sayını. Bu alken C4H8'dir. 12 dənə rabitə var burada. Bir dənəsi pidir, 11'i sigmadır. Alkenlərdə sigma rabitə atomların sayından bir vahid azdır. Ümumi rabitə atomların sayı qədərdir. Niyə azdır? Çünki bir dənəsi pidir. İndi bunu açıq şəkildə də yaza bilərik. Fərqi yoxdur. 2 qat rabitəni hara istəyirəm çəkə bilərəm. İndi biz bunu hidrogenlərini düzək. Sigmaları sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 və 11. Bu isə pidir. Doğrudan da 11 sigma rabitəsi var. Yəni birinci cavabımız 11. İkinciyə baxırıq. Hibridləşmiş orbitalların sayını. Bütün alkenlərdə 2 karbon sp2 vəziyyətdədir. Neçə karbon varsa hər biri də sp3'dür. Yerdə qalır 2 karbon, çünki ümumi 4 karbonu var. 2 karbon da sp3 vəziyyətdədir. Yəni 2 vur 3, üstə gəl 2 vur 4. 6 və 8, bu isə 14 edir. İkinci cavabımız isə 14 oldu. Üçüncü suala baxırıq. Üçüncü sualda birləşmənin cis-trans izomeri yoxdur deyir. Biz bilirik ki, cis-trans izomerlik nə zaman yaranmaz? Əgər 2 qat rabitəli karbonlardan hər hansısa birinə 2 eyni radikal birləşərsə cis-trans izomerlik yaranmaz. Yəni bizim bu X-imiz etil radikal olacaq. Onun nisbi molekul kütləsini saysaq burada 7 karbon var. Yəni bu maddə C7H14'dür. 7 vur 12 üstə gəl 14 vur 1. Bu edir 98. Birinci emerimizi 98 tapdıq. Sonra deyir beynəlxalq nomenklaturanın adını yazın. Adını yazmaq üçün biz bunun quruluşunu açıq şəkildə yazaq. Və burada etil radikalını ən uzun zənciri seçmək üçün etil radikalını açıq yazıram. Fərqi yoxdur, bunu da açıq yaza bilərdim. Nömrələyirik. Üçüncü karbonda etil var deyə bunun adı olacaq 3 etil. Əsas zəncir 5 karbondur. Penten 2 qat rabitə, çünki 2 ilə 3 arasındadır. 2. Dördüncü sual. Divinil və azotdan ibarət. Demək, divinil
və azot 50 qramdır. Qaz qarışığı içərisində bromun kütlə payı 4% olan qabdan keçirdikdə. Aha, biz bilirik ki, bromlu su ilə reaksiya girəcək divinil. Təbii ki, azot girməz. Bromlu su tam rəngsizləşir. Tam dediyinə görə 2 mol bromla reaksiya girmiş olacaq. Və qabın kütləsi də, yəni bromlu su var idi. Artdı, divinil qədər deyir, 27 qram artdı. Onda belə çıxır ki, 27 qram elə divinil var imiş. Nə soruşur bizdən? İlkin qaz qarışığında azotun kütlə payını tap, faizlə. İlkin qaz qarışığımız 50 qramdır. Əgər bu 50 qramın 27 qramı divinildirsə, 23 qramı da azotdur. Bəs onda bu 23 qram neçə faiz deməkdir? Təbii ki, 46% olacaq. Yəni, birinci cavabımız 46. Və bromlu su məhlulunun kütləsi M məhlul. Biz bilirik ki, omega bərabərdir. Maddə bölək məhlul. Vuraq 100. Maddəni buradan tapacağıq. Yəni 54 qram divinillə 2 vur 160 qram brom reaksiya girir. Bəs 27 ilə bu dedir 160. Yəni maddəmiz 160-dır. Omega bərabər maddə bölək məhlul düsturundan buradan hesablayırıq. X də bərabər edir 4000. İkinci cavabımız 4000. Növbəti 5-ci sual. Tərəvəzlərin yetişməsini sürətləndirmək üçün etilindən istifadə olunur. Bu maddə, yəni etilin, laboratoriyada etanolun 180 dərəcədə qatı sulfat turşu iştirakının dehidratlaşmasından alınır. Biz etilinin qatı sulfat turşu iştirakında biz bilirik ki, doymuş bir atomlu spirtlər 140 dərəcədən böyük temperaturda molekul daxili dehidratlaşaraq alken əmələ gətirir. 140-dan kiçik temperaturda isə molekullar arası dehidratlaşıb sadə efir əmələ gətirir. C2H4 plus su. İndi nə deyir bizə? Deyir ki, həmin reaksiyanın tənliyini yazın. Yazdıq. Birinci cavabımız budur. İkincidə 200 kiloqram tərəvəzi yetişdirmək üçün lazım olan etanolun həcmini hesablayın. Demək bizdən V etanol soruşur. M böl rho. Rho'nu da verir. Sistemunda 8. 1 kiloqram tərəvəzin yetişməsi üçün sistemunda 2 mol etilen sərf olunur. Sistemunda 2 mol etilen elə sistemunda 2 mol etanoldan alınır da. Çünki bunlar eyni molda girib axı. Onda belə çıxır ki, sistemunda 2 mol etanol. Demək yazacağım ki, 200 kiloqram üçün X-dır. 1 kiloqram üçün isə sistemunda 2 mol. Yəni sistemunda 2-ni vuracağım 46-ya. Etanolun kütləsi 46-dır ona görə. Buradan hesablasam X bərabər 1840 edəcək. 1840. Yəni etanolun kütləsini 1840 tapdım. Bölürəm sistemonda 8-ə. Bu isə 230 deyir. Yəni burada çox diqqət edin. Burada həcm etanolun soruşur. Amma bu hissədə sistemunda 2 mol etilen sərf olunur deyir. Sadəcə olaraq indi bu reaksiya üçün etanolla etilen əmsalı eyni olduğuna görə yəni nə cür yazsaq düz çıxacaqdı cavab. Amma əmsallar fərqli olan halda yəni diqqət etmək lazımdır. 6-cı suala baxaq. Demək cavab 230 bunu yazdıq. 6-cı sualda nə deyir? 1 mol qoşulmuş alkadiyen. Qoşulmuş alkadiyen deyirsə, ən azı onun 4 karbonu var. Niyə? Qoşulmuş alkadiyen o alkadiyenə deyilir ki, iki qat rabitələrin biri digərinə sanki bir tək qat rabitə ilə qoşulur. Yəni 4 karbon dəqiq var. İndi artıqdırsa yenə də tapacağıq onu. Nə deyir bizə? Əvvəlcə bunun qoyduğu şərtə baxaq. Qrafiklə bizə demək istəyir ki, nə qədər karbon qazı alınırsa qramla, bax qramla, həmin qədər də oksigen sərf olunur. Yəni neçə qram oksigen sərf olunursa, həmin qram qədər də karbon qazı əmələ gəlir. Biz bilirik ki, deyənlərdə oksigenin əmsalı 3n-1 bölü 2-dir. Karbon qazı isə m moldur. Bunu qramla ifadə etsəm, 3n-1 bölü 2 vur 32 bərabərdir 44n-ə. 48n-16 bərabər 44n-ə. 4n bərabər 16-ya, n bərabər 4-ə. Demək biz tapdıq ki, bunun 4 dənə karbonu var. Yəni bizim elə əvvəlcədən dediyimiz maddədir bu.
Sonra deyir beynəlxalq nomenklaturanın adı. Bunun adı olur butadiyen 1,3. Çünki 2 qat rabitə 1 ilə 2 arasında olduğuna görə 1, 3 ilə 4 arasında olduğuna görə 3. Adı nə oldu? Butadiyen 1,3. Və temperatur sıfırdan kiçik olarsa 1 mol bromla reaksiyası zamanı əsas məhsulun alınma tənliyini yazın. Biz butadiyen 1,3'ü yazırıq. Bu zaman ümumiyyətlə deyənlər bromla 2 cür reaksiya girir. Temperatur sıfırdan kiçik və böyük. Kiçik olarsa birləşmə 1-2 vəziyyətdə gedəcək. Yəni fərqi yoxdur. Ya burada ya da burada gedəcək. Böyük olanda 1-4 vəziyyətdə gedir. Yəni bu iki karbonlar arasında 2 qat rabitə qırılır. Əvəzində ora brom birləşir. Bu tərəf olduğu kimi qalır. Tənliyini yazın, yazdıq. Bu da bizim 3-cü cavabımız. İndi 7-ci suala baxırıq. Kumule olunmuş alkadiyen molekulunda, kumule deyirsə 2 qat rabitələr ardıcıl yerləşir. Molekulunda rabitələrin əmələ gəlməsində iştirak edən S orbitallarının sayı, demək S'in sayı, P rabitənin əmələ gəlməsində iştirak edən P orbitalının sayından 2 dəfə çoxdur. Biz bilirik ki, deyənlərdə 4 dənə P orbitalı var. Çünki 2 dənə P rabitə var da bunlarda. Bu da deyir ki, P'dən 2 dəfə çoxdur S. Yəni P əgər 4 dənədirsə və S də P'dən 2 dəfə çoxdursa, onda S də olur 8 dənə. 8 dənə S elə 8 dənə hidrogen deməkdir. Çünki karbohidrogenlərdə S deyəndə hidrogen sayı nəzərdə tutulur. Onda bu maddə C5H8-dir. Və bu C5H8-i biz kumule vəziyyətində çəkməliyik. Yəni bu formul oldu. Sonra deyir alkadiyəndə karbonların sayını, karbon sayı 5'dir. Və onun molekulunda sp3 hibrid orbitalın sayını. Bilirik ki, kumulələrdə ortadakı karbon, yəni hər iki tərəfində 2 qat rabitə çıxan karbon sp vəziyyətdə olur. Birinci karbon sp2, üçüncü karbon sp2, axırıncı 2 dənə karbon isə sp3'dür. 2 dənə sp3 karbonu 2 vur 4, 8 deməkdir. Yəni 7-ci də cavab, demək birincidə nə soruşdu? Karbon sayı 5, ikincide də sp3 hibrid orbital sayı, o da 8. Cavab 5 və 8. 7-ci sualda. 8-ci suala baxırıq. 8-ci sualda nə deyir? C4H9 xlor vermişdir. İkinci karbonun oksidaşməsi 0'dır. İkinci karbon oksidaşməsi 0 olması üçün mütləq xlor birləşən karbon olmalıdır bu. Çünki üzvi kimyada xlor mənfi 1'dir, hidrogen müsbət 1'dir və oksidaşmə dərəcəsini cəbri cəmi 0 etdiyinə görə bu karbona ehtiyac yoxdur. Bu 0 olur. İndi bu bizdə ikinci karbondursa, onda biz 4 dənə karbonu necə çəkməliyik? Demək, yəni 2 xlor, ikili butil xloriddə belə demək olar. İndi nə soruşur bizdən? Deyir, bunun kalium hidroksidin spirtdə məhlulu ilə. Hidrogenlərini yazaq. Biz bilirik ki, monohalogenli birləşmələrə qələvinin spirtdə məhluluna təsir etdikdə alkenlər alınır. Yəni kalium xloru götürür. İndi 2 qat rabitə harda yaranacağını bəzi abituriyentlər çaşır. Niyə? Bilmir ki, başdan mı çəksin 2 qat rabitəni yoxsa, yəni CH-dan əvvəlmi, sonra mı çəksin? Bunun üçün nə edirik? OH qrupu hidrogenlə birləşib su əmələ gətirməlidir. Bu hidrogen hardan gəlirsə 2 qat rabitə orada yaranır. Burada da mexanizm nədir? Əgər halogen birləşən karbona baxırıq, onun sağ və solundakı karbonlardan hansının hidrogeni azdırsa, həmin karbon öz hidrogenini verir. Bax, bura gələn hidrogen bu 2 hidrogendən biridir. Ona görə də 2 qat rabitə həmin 2 karbonlar arasında yaranır. Yəni alınacaq CH3, CH 2 qat, yenə CH və CH3. İndi nə soruşur bizdən? Üzü maddənin adını yaz. Bu buten 2'dir təbii ki. 4 karbonu var. İkincidə də 2 qat rabitəsi var. Buten 2. Adı budur.
Sonra sp2 sp3'dən yaranan sigma rabitənin sayını. Karbonları çəkəcəm sadəcə olaraq, çünki hidrogen adı çəkmir. Biz bilirik ki, 2 qat rabitələr sp2-dir, tək qatlar isə sp3-dür. Bu yaranıb sp2 sp3-dən, eləcə də bu. Yəni 2 dənə, cavab 2. Bu isə sp2 sp2-dən əmələ gələn sigmadır. Bu da pp'nin örtülməsi hesabına yaranan pidir. Yəni cavab 2 oldu. 8-də birinci cavabımız buten 2, ikinci cavabımız 2. 9-cu suala baxırıq. 9-da deyir ki, 2,24 litr etilinlə x mol xlor qazı reaksiya daxil olur. Biz bilirik ki, alkenlər bir dənə pi rabitəsi olduğuna görə 1 mol xlorla reaksiya girir. Yəni 1 molu 1 molla reaksiya girir. Bizdə də 1 mol yoxdur, 0,1 mol var. Onda belə çıxır ki, 0,1 molda xlor sərf olunubdur. X bərabər 0,1 mol xlor. Nə soruşur bizdən? X-i müəyyən edin. X-i müəyyən etdiyi artıq həmin qədərdir. X mol xlorun alınması üçün elektroliza uğrayan 15%li xörək duzu məhlulunun kütləsini tapın. Biz xörək duzu məhlulunun elektrolizini yazmalıyıq. Katod hidrogen, anod halogen, məhlulda da isə qələvi qalır. Əmsallaşdırırıq. 2 oksigen var, 2 natrium var. Hər şey bərabər. Yəni hidrogenlə halogenin əmsalı 1-dir, qalanlar 2-dir. 0,1 mol xlor deyir. Həmin x mol xlor almaq üçün elektrolizdə nə qədər natri xlor məhlulu uğratmalıyıq. Bunu hesablasaq, bu eləcə 11,7 qram. Amma bizdən 15%li məhlulu soruşur. Omega bərabərdir. Maddə bölək məhlul vuraq 100. Buradan da x-i tapsaq, hesablasaq, eləcək 78. 10-cu suala baxırıq. Vinil və izopropil radikalının birləşməsindən. Vinil, bu vinildir. Bu isə izopropildir. Birləşməsindən yaranan alkenin, yaranan alken budur. Hidrogenləşmə reaksiyasını tərtib edin. Çox sadə bir sualdır. Biz bilirik ki, 2 qat rabitə qırılacaq. Hər hidrogen 2 qat rabitəli karbonların hərəsində biri birləşəcək. Başqa heç bir dəyişiklik olmayacaq. Hidrogenləşmə reaksiyasının tənliğini tərtib edin. Yəni birinci sualımızın cavabı budur, tənlikdir. İkincisində nə deyir bizə? Və əmələ gələn alkanın karbon-karbon rabitələrin qırılmasında neçə müxtəlif radikal alınmasının mümkün olduğunu yazın. Əmələ gələn alkan budur. Burada rabitələri qıraq. Tutaq ki, bu rabitəni qırıram. Bunu qıranda radikalımızın biri olur metil, digəri olur izobutil. Bu izobutil. Bu da aydındır, metildir. Demək 2 radikalımız belə yarandı. Sonra bu səfər bu rabitəni qırıram. Bu zaman etillə izopropil alınır. 4-cü. İndi bu rabitəni qırıram. Bir dəfə bunu, birincidə bunu qırdım, ikincidə bunu, indi bunu qıracağım. Bunu qıranda metil alınır. Metil var, yazmıram. Bu isə ikili butildir. 5-cidə ikili butil. Demək, 5 müxtəlif radikal almaq mümkün oldu. 10-cuda demək, cavab 5. İkinci cavabımız 5'dir. Birinci cavabda reaksiyaydı. Onu da yazmışıq. İndi keçirik 11-ci suala. 11-cidə nə deyir bizə? Xlor etan natrium hidroksid suda məhlulundan reaksiya girir. Xlor etan və yaxud da etil xlorid eyni maddədir. Eyni addır. Suda məhlulundan reaksiya girəndə elə bil ki, natrium xloru götürəcək. OH-la xlor yerini dəyişir, elə bilin ki. Alınır natrium xlorid və etil spirti. Bizə deyir ki, 11-cidə səhv etmirəmsə, bayaq onu yazmışıq. 11-də X maddəsinin kimya formulu. X maddəsinin kimya formulu budur. Divinilin
X maddəsindən alınma tənliyini yazın. Biz bilirik ki, divinilin etil spirtindən alınmasını ilk dəfə Lebedov kəşf etmişdir. O nə edibdir? 425 dərəcədə sink oksid və alüminium oksid katalizator iştirakında etil spirtini eyni anda həm dehidrogenləşdirib, həm dehidratlaşdırmışdır və bu zaman divinil almışdır. Və bu məqsədlə 2 mol spirt götürmüşdür. Yəni həmin tənlikdə bax budur. Bizə deyir ki, həmin tənliyi yaz. Bu da növbəti tənlik. Sonra nə soruşur? Deyir Y molekulunda, Y-ni tapacağım. Divinilin üzərinə 1 mol brom gəlir. Və temperatur 40-dan böyük. Biz bilirik ki, temperatur böyük olanda demək əmələ gəlirdi. 1-4 vəziyyətinə birləşmə gedirdi. Birinci və 4-cüyə birləşir. 2 qat rabitənin hər ikisi qırılırdı. Biri itir, biri ortada yaranır. Yəni belə bir formul yaranır. Sonra Y molekulunda sp3s və sp3p'nin örtülməsilə yaranan sigma rabitənin ümumi sayını tapın. Y molekulunu biz açıq şəkildə yazsaq, CH2 brom CH bizim Y molekulumuz budur. Burada karbonların hibridləşməsini yazaq. Bizə ancaq sp3 lazımdır. Bunların heç bir əhəmiyyəti yoxdur. sp3 bax bu karbondur, bir də budur. sp3s deyəndə hidrogenlər götürülür. İkisi burada, ikisi burada. 4 dənə sp3s var. sp3p deyəndə biz bilirik ki, halogenlər p elementlərdir. 2 dənə də burada. 2 dənə də sp3p var. Yəni cəmi 6 dənə. Və salam, ümumi sayı 6 oldu. Yəni 11-ci də 3-cü cavabımız 6. Sonra nə soruşur? 12-yə baxırıq. Kumule olunmuş alkadiyenlərin. Biz bilirik ki, kumule olunmuş 2 qat rabitəsi ardıcıl yerləşənlərdir. İlk nümayəndə budur, kumulələrdə. İkinci nümayəndəsi deyəndə karbonu 1 vahiddə artıq olur. Deyir bunun adını. Bunun adı təbii ki, butadiyen 1,2-dir. Yəni 2 qat rabitə 1 ilə 2 arasında olduğuna görə 1, 2 ilə 3 arasında olduğuna görə 2. Yəni butadiyen 1,2. Onun sinif daxili izomerinin formulunu, sinif daxili izomer deyəndə sadəcə 2 qat rabitənin yerini dəyişirəm. Butadiyen 1,2 yox, 1,3 deyirəm. Butadiyen 1,3. İzomerin kimya formulunu yazdıq. Hidrogenləri də düzsək. Sonra həmin maddənin molekulunda, yəni bunun molekulunda kimyəvi rabitənin yaranmasına iştirak edən orbitalların cəmini. Butadiyen 1,3-də hibrid orbitalda iştirak edir, qeyri-hibriddə. Hibrid necə tapırdıq? 4 karbon hər biri sp2 olduğuna görə 4 vuraq 3. 12 dənə hibrid var. Qeyri-hibrid hidrogenlərin sayıdır. Hidrogen 6 dənədir. Bir də 1 pi rabitə varsa 2 dənə p orbital. Yəni 6s 2p. Bu da eləyir. Daha doğrusu alkadiyen deyir. 2 dənə pi var. 4 dənə p yəni. 6s 4p. Bu edir 10 dənə qeyri-hibrid. Bizdən də iştirak edən orbitalların cəmi. Yəni həm hibrid, həm qeyri-hibrid. 12 üstə gəl 10. Bu da edir 22. 13-cü suala baxırıq. 13-cüdə deyir ki, bromlu suyu rəngsizləşdirən. Biz bilirik ki, bromlu suyu rəngsizləşdirən alken, alkin və yaxud da alkadiyen ola bilər karbodrogenlərdən. Burada bir pi rabitə dediyinə görə biz düşünürük ki, bu alkendir. Rəngsizləşdirən X-in molekulunda bir pi rabitə 3 metil qrupu var. 3 dənə də metili var. Və rabitənin yaranmasında iştirak edən ümumi orbitalların 20%-i sp2 hibrid orbitalları təşkil edir. Biz bilirik ki, bütün alkenlərdə 2 qat rabitəli karbonların hibridləşməsi sp2-dir, qalanları sp3-dür. Yəni hər alkende 2 sp2 karbonu var.
Bu deməkdir ki, 6 dənə sp2 hibrid orbitalı var. Bu deyir 20%dir. Onda ümumi orbitallar da 100% olacaq. Yəni ümumi orbitallar 30 edir. Ümumi orbitallar həm hibrid, həm qeyri-hibrid cəmidir. Hibrid orbital sayı 4n-2 düsturu ilə tapılır. Çünki hər karbonu sp3 qəbul edib karbon sayını 4-ə vururuq. Amma 2 karbonumuz sp3 yox, sp2 olduğuna görə, yəni hərəsinin bir p-si çatmır. Amma biz bunu başda nəzərə almırıq. Sonda isə onu çıxırıq. Ona görə 4n-2 olur. Qeyri-hibrid isə hidrogen sayıdır bütün karbohidrogenlərdə və pi rabitəni yaradan p orbitalıdır. Biz də bilirik ki, alkenlərdə bir pi var. Bir pini də 2 dənə hibridləşməmiş p orbitalları yaradır. Onda belə çıxır ki, hibrid 4n-2, qeyri-hibrid 2n+2-dir. Bu cəm bizə 30 verir. Buradan n-i tapsaq, n edəcək 5. Yəni bu alkende 5 karbon, 10 hidrogen var. Amma bunu şaxəli şəkildə yazacağıq. Niyə? Başlanğıcdan bizə şərt qoyub ki, metil qrupu 3 dənədir. Yəni bunda 3 dənə CH3 var. Biz niyə deyirik? CH3 həmişə əvvəldəki, axırdakı, aşağı və yuxarıdakı, yəni radikaldakı karbonlar CH3 qəbul olunur. Onda belə çıxır ki, 2 qat rabitəli karbonları ortada yerləşdirmişik. Bunun dediyi kimi bu C5H10'dur. Bu birləşmədə 5 karbon 10 hidrogen var və 3 dənə metil qrupu var. 1 pi rabitə var. Yəni X dediyini biz tapdıq. Bizdən nə soruşur? X maddəsinin beynəlxalq nomenklatura adını nömrələyirik. 1, 2, 3, 4. İkincidə metili var deyə. 2 metil buten. 2 qat rabitə 2 ilə 3 arasındadır deyə buten 2. Sonra və bromlu su ilə reaksiya tənliyini yazın. Bunun üzərinə brom gəlirik. Bu zaman 2 qat rabitəli karbonlardan qırılacaqdır və onlara hərəsinə bir dənə brom birləşəcək. Alınacaq CH3, CH brom, C brom, CH3, CH3. Belə bir formula alınır. Yəni ikinci də budur. İkinci də tənliyi deyə soruşur. Bu tənliyi yazdıq. Üçüncüdə nə soruşur? X-in molekulunda rabitənin əmələ gəlməsini iştirak edən qeyri-hibrid orbitalları. X bu birləşmədir. Burada qeyri-hibrid necə tapılacaq? Hidrogenlər həmişə qeyri-hibriddir. 10 dənə hidrogeni var, yəni 10 dənə s orbitalı var və bir dənə pi rabitəni yaradan 2 dənə p orbitalı. Yəni cəmi 12 qeyri-hibrid orbitalı olacaq. Üçüncüdə cavab 12 oldu. 14-cü sual. 14-də karbohidrogeni bromlu su olan qaba əlavə edir damcı ilə və deyir alkenlərin homoloji sırasının 4-cü nümayəndəsinin. Alkenlərin homoloji sırasının 4-cü nümayəndəsi bu ilk nümayəndəsidir etilin. İkinci nümayəndəsində 3 karbon var. Üçüncüdə 4 karbon var. Dördüncüdə 5 karbon var. Yəni alkenlərin 4-cü nümayəndəsini yazdıq. Amma deyir ki, cis trans izomeri olmayan 2 qat rabitə əvvəldədirsə, bəli, cis trans izomeri olmayacaq. Əgər cis trans izomeri olar desə, 2 qat rabitəni əvvəldə yox, ortaya çəkəcəydik. Olmayan şaxəsiz quruluşlu, elə şaxəsiz şəkildə də çəkmişik. Sinif daxili izomeri, yəni bu, bromlu suya əlavə olunur. Bunun üzərinə gəlirik, brom məhlulu. Hidrogenlərini yazaq. Təbii ki, brom 2 qat rabitəli karbonlara birləşəcək. Onların hidrogen 2 qat rabitəsi qırılacaq. Hərəsinə bir dənə brom atomu birləşəcək. Qalanlar da olduğu kimi qalacaq. Bromlu su əlavə olunur. Bu karbohidrogen quruluş formulunu əslində yazmışıq. Baxın, quruluş formulu budur. Birinci budur cavab. Sonra və baş verən reaksiya tənliyi. Baş verən tənlikdə budur. Bütövlükdə bunun özü də ikincidir cavabdır. Sonra deyir ki, molekulunda sp3 hibrid vəziyyətində üçlü karbon atomu olan sinif daxili izomeri. Biz bu 5 karbonu elə yerləşdirməliyik ki, orada üçlü karbon olsun, CH yəni. Və həmin karbon sp3 vəziyyətdə olsun. Yəni o 2 qat rabitənin əlaqəli olmasın. Ondan ancaq tək qat rabitələr çıxsın. Bunun dediyini yazaq əvvəlcə.
və alken olması üçün mütləq 2 qat rabitəli karbonlarda düzülük. Doğrudan da 5 karbonu var bu birləşmənin. 10 hidrogeni var. Yəni C5H10 birləşməsidir. Və üçlü karbonu da CH3 tiplidir. Bunun beynəlxalq nomenklaturuna adını 1, 2, 3, 4, 5. 4 metil, əsas zəncir 5 karbondur deyə. Penten, 2 qat rabitə 1 ilə 2 arasında deyə penten 1 olacaq. Bu da bizim 14-cü sualımızın cavabı. Keçirik 15-ci suala. 15-də nə deyir? Etil spirtini özü deyir, dehidratlaşmasından biz bilirik ki, etil spirti 2 cür dehidratlaşır. Temperatur 140-dan böyük və kiçik. 140-dan böyük olarsa alken alınır, kiçik olarsa sadə efir alınır. Və alken alınanda molekul daxili dehidratlaşma gedir, sadə efir alınanda molekullar arası. Sonra deyir ki, etil spirtin dehidratlaşmasından alınan alkeni. Onda belə çıxır ki, 140-dan böyük temperaturda götürübdür. Və temperatur yenə böyükdür 140. Alınıb etilen və su. Alınan alkeni kalium permanganat məhlulu ilə. Biz bilirik ki, alkenlər kalium permanganat məhlulu ilə təyin olunur və bu zaman 2 atomlu spirtlərə çevrilirlər. Rəngsizləşir. Alkenin alınma reaksiyasının tənliyini, alkenin alınma reaksiyasının tənliyini yazmışıq. Birinci budur. Və kalium permanganat məhlulundan buraxdıqda alınan üzvü maddənin beynəlxalq adını. Təbii ki, alkenlər kalium permanganat məhlulunu rəngsizləşdirəndə 2 atomlu spirtlər alınır. Burada alınacaq etilen glikol və yaxud da beynəlxalq adı olur etandiol 1,2. Əlavə məhsul kimi kalium OH və mangan O2 də alınır. Bunun adı olacaq etan. 2 karbonu var deyə etan deyəcəm. 1 ilə 2 OH qrupu birləşdiyinə görə diol 1 və 2 yazılacaqdır. Beynəlxalq adı budur. Sonra rəngsizləşmə reaksiyasının tənliyində bütün əmsalların cəmini. Ümumiyyətlə, alkenlər kalium permanganat məhlulunu rəngsizləşdirəndə, düzdür, bunu oksijen reduksiya ilə əmsallaşdırmalıyıq. Amma konkret yadda saxlamaq olar ki, bütün alkenlər permanganatı rəngsizləşdirəndə əmsallar 324, 322 kimidir. Yəni, karbon olanların əmsalı 3-dür, suyuncu da 4-dür, qalanlar da 2-dir. Belə yadda saxlamaq olar. Burada da əmsalların cəmi 3, 2, 5, 4 da bu 9, 3 bu 12, 14, 16. Səhv etmirəmsə, 15-də 3-cü eləyəcək 16. Bütün əmsalların cəmi. Növbəti, indi 16-cı suala baxırıq. 16-da nə deyir? Bizə alken veribdir və deyir ki, bu alkende 4 dənə birli radikal var. Birli radikal metil radikalıdır, etil radikalıdır, izobutil, bir də adi propil. Bunlar olur birli radikal. İndi 4 dənə birli radikal. O deməkdir ki, həm butilləri, həm propilləri birli butil, birli propil kimi yazmalıyam. Əvvəlcə 2 qat rabitəli karbonları çəkirik. Birinci böyük radikalı yazaq. Butilləri izobutil kimi yazaq. Yəni birli radikal. Eyni qaydada buradakında. Propilləri isə adi propil, yəni normal propil kimi yazırıq. Çünki birli deyir. Nə soruşur bizdən? Alkeni. Burada da deyir ki, ikisi şaxəli quruluşudur. Bəli, birli radikaldan 2 dənəsi normal quruluşludur. Yəni propil və propillər normaldır. Amma izopropillər şaxəli quruluşludur. İkisi izopropildir, ikisi normal propildir. Alkeni adlandırın. Bir də birli karbonların sayını müəyyən edin. Birli karbon metillərdir. 1, 2, 3, 4, 5, 6 dənə. Demək, 6 dənə birli karbonu var. Birli karbon var. Adlandıraq. Ən uzun zənciri seçirik. Adi düz zəncir, ən uzun zəncirdir burada. 1, 2, 3, 4, 5, 6, 7, 8. İkinci ilə 7-cidə metil var. 2, 7, dimetil. 4 ilə 5-cidə propillər var. 4, 5, dipropil.
Əsas zəncirim 8 karbondur deyə okten. 2 qat rabitə 4 ilə 5 arasındadır deyə 4. Beynəlxalq adı da bu oldu. Yəni birinci cavabımız budur. İkinci cavabımız birli karbon sayıdır, yəni 6 dənə. Üçüncüdə soruşur ki, bu alkenin molekulundakı butilin adını yaz. Təbii ki, bundakı butil izobutildir. Üçüncü də oldu izobutil. Bu da 16-cı sualımız. 17-yə baxırıq. 17-də nə deyir? Kənar karbon atomlarında 2 qat rabitəsi olmayan. Aha, demək əvvəl-axır neçə karbonsa bilinmir. Əvvəl-axırdakı karbonlar tək qatdır. Yəni tək qat rabitə çıxıbdır. Alka deyəndə özü şaxəsiz quruluşu deyir. Rabitə əmələ gəlməsində iştirak edən S və P orbitalların cəmi. Demək, burada nə qədər S ilə P varsa, bax bu cəm. Alkanların 3-cü nümayəndəsinin hibrid orbitalı sayına bərabərdir. Alkanların 3-cü nümayəndəsi propandır. Propanda da hər karbon sp3 vəziyyətindədir. Yəni 12 dənə hibrid var. Yəni S ilə P-nin cəmi 12-dir. Biz S-in sayını bilməsək də P-nin sayını rahat bilə bilirik. Çünki bizə alka deyən deyir. Biz bilirik ki, deyənlərdə 2 dənə pi rabitə var. 2 dənə pi rabitə 4 dənə P deməkdir. Əgər P-nin sayı 4 tapdıqsa, onda S-in sayı 8 olacaq. Çünki bu cəmi 12 verib bizə. Sonra nə deyir? Biz baxırıq ki, 8 dənə S o deməkdir ki, 8 hidrogeni var. Yəni bu alkaden C5H8-dir bizim maddəmiz. Və şaxəsiz quruluşudur deyir. Onda belə çıxır ki, mən bu formulu artıq çəkə bilərəm. 5 dənə karbon çəkirəm. 2 qat rabitənin fərqi yoxdur. Ya bura çəkə bilər, ardıcıl da, yəni. Çünki 2-dən 2 qat çəkməliyəm axı. Demək, biz bu maddəni tapdıq. Bunun dediyi, yəni 2 qat rabitəsi kənarda olmayan, şaxəsiz quruluşlu və SP-nin cəmi alkanların 3-cü nümayəndəsinin hibrid orbitalın sayına bərabər olan alkadiyeni biz artıq tapdıq ki, bu alkadiyendir. Deyir, bu alkadiyen beynəlxalq adını 1, 2, 3, 4, 5. 2 qat rabitənin biri ikinci ilə 3 arasındadır, biri isə 3 ilə 4 arasındadır. Ona görə olacaq penta 5 karbon olduğuna görə deyirəm. DN 2 və 3 deyəcəyik buna. Beynəlxalq adı, yəni birinci cavabımız pentadiyen 2-3-dür. İkinci cavabımıza baxırıq. Deyir ki, siniflər arası izomerlərinin sayını, pentadiyenin siniflər arası izomeri təbii ki, alkadiyenlərlə izomer olan alkinlərdir. Yəni 5 karbon çəkməliyik, fərqli formalarda. Görək neçə dənə alkin çəkə bilərik. Əvvəlcə 3 qat rabitəni birinciyə yazarıq. Aha, bu olacaq nə? Pentin 1. Sonra ikinciyə yazarıq. Pentin 2. Sonra bunu şaxəli formada yaza bilərik. Bu da olacaqdır. 3 metil butin 1. Demək, biz 3 dənə siniflər arası izomerini yazdıq. İzomer sayını 3 olduğunu tapdıq. Yəni ikinci müddəanı da tapdıq. Bu bizim ikinci cavabımızdır. Və nəhayət sonuncuda nə soruşur bizdən? Sinif daxili izomerinin, biz bunu tapmışdıq ki, pentadiyen 2-3 idi bu, düzdürmü? Bu maddə. Bunun sinif daxili izomeri. Sinif daxili izomer deyəndə 2 qat rabitələrin yerini dəyişərəm. Məsələn, indi çəkərəm əvvəl-axıra. Sinif daxili izomer olar da bu. Sonra başqa hansı formada çəkə bilərəm? Ardıcıl çəkə bilərəm 5 karbonu. Bir də çəkə bilərəm başqa formada. Və deyir, minimum sayını, SP3S-in minimum sayı. SP3S deyəndə biz 2 qat rabitə ilə əlaqəli olan karbonlara baxmırıq. Ancaq sondakılara baxırıq və onların hidrogenlərinin sayını götürürük. Çünki bu karbonlar SP3-dür. Onun da hidrogenləri 5 dənədir. Yəni, əgər bu formula olsa, bunda 5 dənə rabitə olacaq SP3S dediyi. Bu formula olsa, yəni biz minimum axtarırıq. 2 qat rabitəli karbonları çəkmirəm, bunları saymıram, silirəm bunları. Eləcə də bunları
Ancaq budur 2 qat rabitəli karbon. Və burada 2 dənə sp3s var. Çünki CH2 karbon sp3-dür, 2 hidrogen hər biri s-dir. Əgər bu formula olsa, bu da özüdür təbii ki. Bunda isə 6 dənədir. Çünki əvvəl-axır H3-dür. sp3s 6 dənədir. Minimum dediyinə görə demək söhbət bu formuldan gedir. Minimum sayını yazın, o da elədi 2. 18-ci suala baxırıq. 3 metil penten 1 molekulunu təşkil edən 2 radikalın adını. Əvvəlcə penten yazırıq. 5 dənə karbon çəkməliyəm. 1 dediyinə görə 2 qat rabitəni birinciyə atıram. Üçüncüyə də metil qrupu birləşdirirəm. Burada bunu 2 radikal kimi göstərirəm. Təbii ki, bu hissə olacaq vinil. Bu birisi radikalımda ikili butil. Birinci cavabımız oldu vinil ikili butil. Sonra onun dibromalkandan sink ilə alınma reaksiyasının tənliyini yazın. Əgər 2 qat rabitə 1 ilə 2 arasındadırsa, demək elə 1 ilə 2 də xlor olubdur və yaxud da brom olubdur. CH2 brom, CH brom, ardıda olduğu kimi. Bunun üzərinə sink gələndə sink bromları götürəcək. Formula olduğu kimi yazacağım. Bromlar hardan çıxıbsa oraya 2 qat rabitə çəkəcəm. Alma təliyində yazdım. Bu da bizim demək ikinci cavabımız. Üçüncüdə deyir ki, H-xlorla reaksiyasından alınan maddəni beynəlxalq üsulla adlandır. Həmin formulu yazıram və H-xlorla reaksiyasını yazırıq. Daha doğrusu penten 1-dir. 5 karbon çəkməliyəm. 2 plus H-xlor. Hidrogen birləşəcək 2 qatdan hidrogeni çox olana, halogen isə az olana. CH3, CH-xlor, CH, CH3, CH2, CH3-dir. Bunun beynəlxalq üsulla adını. İkincidə xloru var, 2 xlor. Üçüncüdə metili var, 3 metil, pentan. 19-cu sual. Deyir ki, X maddəsinin səmərəli üsulla adını. Əvvəlcə X maddəsini tapaq. Demək, doymuş bir atomlu spirtlər qatı sulfat turşu iştirakında molekul daxili dehidratlaşaraq alkenlər əmələ gətirir. Buradan su ayrılır, 2 metil propen alınacaq. X maddəmiz budur. X maddəsinin səmərəli üsulla adını. Səmərəli üsulla nə edirdik? 2 qat rabitəli karbonları etilen qəbul edirdik və ona birləşən radikalların adını yazırdıq. Və burada 2 radikalın hər ikisi eyni bir karbona birləşdiyinə görə deyəcəyik qeyri-simmetrik dimetil etilen. Bu oldu bizim birinci cavabımız, səmərəli adı. İkincidə nə soruşur? Z-in molekulunda birli karbon atomlarının sayını. Demək, Z almaq üçün hələ biz Y tapmalıyıq, sonra Z tapmalıyıq. Sonra da deyir ki, X maddəsinin polimerləşmə reaksiyası. Əvvəlcə bunu yazaq, X-in polimerləşməsini, sonra Z-i yazaq. Polimerləşmə yazanda qeyri-adi heç nə yoxdur. Sadəcə olaraq 2 qat rabitə qırılır. Vəssalam, bu da oldu polimerləşmə reaksiyasının tənliyi. İndi, bu daha doğrusu üçüncü idi. İndi ikincini yazıram. İkincini necə yazıram? Z. Z-i tapmaq üçün nə edirik? X maddəsinin üzərinə H-xlor gəlirik. Demək, X maddəmiz budur. 2 metil propendir. Bunun üzərinə H-xlor gələndə Markovnikov mexanizmi gedir. Hidrogen hidrogeni çox olana, halogen isə az olana birləşir. Əmələ gəlir belə bir formula. Sonra alınmış məhsulun üzərinə natrium gəlir, yəni Wurtz reaksiyası aparır.
alınmış maddəmizi yazırıq. Natrium xloru götürür. Üstə gələk. Alkanımız hansı olur? Molekulu yazırıq. Xlor çıxan yerdən simmetriyasını yazırıq. Bu da bizim Z maddəmiz. Deyir, bunun tərkibində olan birli karbonların sayı. Birli karbon metil qruplarıdır. 3, 4, 5, 6. Yəni, ikincidə də cavab 6-dır. Nəhayət, sonuncu 20-ci sual. 20-də deyir ki, alkenlərin homoloji sırasının molekulunda S3 S orbitalı ilə örtülməsi ilə əmələ gələn rabitə sayı maksimum olan 4-cü nümayəndəsinin alkenlərin homoloji sırasının ilk nümayəndəsi etilindir, ikinci nümayəndəsi propen, üçüncüsü buten, dördüncüsü pentendir. Bu bayaq da var idi orada. S3 S-in sayı maksimum olan demək metil qrupu maksimum olan deməkdir. Artıq biz C5H10-u bu şəkildə yox, daha çox metili olan, yəni əvvəldə, axırda, birində radikal şəkildə metil olan izomerini yazacağıq. Yəni 2 qat rabitəli karbonları ortaya salacağıq. S3 S-in sayı maksimum 9 dənə olur. Deyir, bunun quruluş formulunu yazın. Yazdıq quruluş formulu. Bu bizim birinci demək sualımızın cavabı. Bunun səmərəli suların adını deyir. 2 qat rabitələri etilen qəbul edirəm. 3 dənə metil qrupu var deyə trimetil etilen. İkinci cavabımız budur. Trimetil etilen. Bu maddənin kalium permangan suda məhluluna rəngsləşmə təlini yazın və əmsallaşdırın. Aha. Molekul olduğu kimi köçürdürük. Üzərinə gəlirik kalium permanganatın suda məhlulu. 2 qat rabitə qırılır və 2 qat rabitə hansı karbonlardadırsa, həmin karbonlara OH qrupları birləşir. Yəni 2 atomlu spirtlərə çevrilirlər. Demək, tənliyini yazın, yazdıq və bunu əmsallaşdırın. Üstə gəl əlavə məhsul kimi kalium OH ilə mangan O2. Və alkenlərin kalium permanganat məhlulunu rəngsləşdirəndə əmsalları demişdim ki, üzvü birləşmələrə 3 yazırıq, suya 4 yazırıq, qalanlara 2-dir. Və yaxud da 324, 322 demişdim, bunu belə yadda saxlayın. Vəssalam, yazın və əmsallaşdırın. Bu da bizim 3-cü sualımızın cavabı idi. Şərhlərdə irad və təkliklərinizi yazmağı unutmayın. Hansı bölməni görmək istəyirsinizsə, onu da qeyd edin, zəhmət olmasın.